İnsan resurslarının idarə olunması, işə qəbul keyfiyyəti ölçüsü. Standartın tətbiq sahəsi. Bu sənəd işə qəbulun təsiri və işə qəbulun saxlanılmasının ölçülməsini əhatə etmir. Çünki bunlar ayrıca texniki spesifikasiya sənədlərində əhatə olunur. İşə qəbul keyfiyyətinin göstəricisi hər hansı bir təşkilatın ölçüsündən, sənayesindən və ya sektorundan asılı olmayaraq, hər hansı bir təşkilatın ehtiyaclarına uyğunlaşmaq üçün nəzərdə tutulub və işçi qüvvəsinin planlaşdırılması, təşkilati dizayn və inkişaf, istedad idarəetmə, varislik planlaşdırılması, işə qəbul və insan kapitalı hesabatları ilə maraqlanan şəxslərə aidiyyəti var. Standartın əhəmiyyəti. Bu standartın əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq səviyyədə vahid yanaşma və ümumi tələblər formalaşdıraraq, müxtəlif ölkələrdə tətbiq edilə bilən etibarlı çərçivə yaradır. O, təşkilatlara fəaliyyətlərini daha sistemli qurmağa, keyfiyyəti və uyğunluğu təmin etməyə, eyni zamanda beynəlxalq təcrübəyə əsaslanmağa imkan verir. Həmçinin standartların ISO kimi nüfuzlu beynəlxalq qurum tərəfindən hazırlanması, onların şəffaf, geniş iştirakçılıq əsasında və qlobal tələblərə uyğun şəkildə qəbul edildiyini göstərir. Standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.